Ötən gecə paytaxtın Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi zamanı qaz xətti zədələnib. Bəkir Çobanzadə küçəsində Volkswagen və Porsche markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri qaz borusuna çırpılıb. Nəticədə qaz xəttində yanğın başlayıb. Hadisə vaxtı avtomobillərdən biri də yanıb. Qəzaya uğrayan Porsche-nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir. Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. Porsche-nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.